Salam, mən Sübhan Musayev. Süni intellekt təlimimin giriş videosundan hər birinizi salamlayıram. Bu videoda süni intellekt haqqında ümumi məlumat verəcəm. İş həyatına süni intellekti necə tətbiq edə bilərik, onunla bağlı sizə qısaca danışacağam. Eyni zamanda əgər siz bu təlimi alsaz, bu təlimə qoşulsaz, nə əldə edəcəksiniz, bu haqda da sizə məlumat verməyə çalışacağam. Amma əvvəlcə gəlin özüm haqqında qısa bir məlumat verim. Ola bilər ki, məni YouTube kanalımdan tanıyırsınız. YouTube'da çoxlu təlim videolarım mövcuddur. Uzun müddətdir informatika müəllimi olaraq fəaliyyət göstərirəm. Əvvəllər, uzun illər müəllimlər, informatika müəllimləri üçün, dövlət qulluqçuları üçün təlimlər keçmişəm. Və son illər öz işimdə süni intellekti aktiv olaraq istifadə edirəm. Süni intellektin, ChatGPT-nin elə məşhurlaşdığı, ilk tanıdıldığı günlərdən etibarən aktiv olaraq ondan istifadə edirəm. Daha sonra digər süni intellekt alətlərindən də istifadə etməyə başladım. Və gördüm ki, bu süni intellekt alətləri mənim işimi xeyli dərəcədə asanlaşdırır. Yəni, sanki bir köməkçim var imiş kimi. Amma burada önəmli bir plus var. Nədir bu plus? Əgər mənim bir köməkçim olsa, məsələn 400-500 manat aylıq ona əmək haqqı verməliyəm. Süni intellekti ödənişsiz olaraq da istifadə edə bilərsiniz, köməkçi olaraq. Ödəniş etsəz belə, məsələn, mən ChatGPT-yə aylıq 20 dollar ödəyirəm. 400-500 manatlıq əmək haqqı ilə müqayisədə bu xeyli dərəcədə aşağı və sərfəli bir məbləğdir. Yaxşı, indi ekranda gördüyünüz kimi belə bir başlıq qoymuşam. Süni intellekt seçim deyil, zərurətdir. Bunu mütləq şəkildə nəzərdə saxlamalısınız. Bir çoxları süni intellekt hələ o qədər də ideal deyil, işləri bacarmır, kömək eləyə bilmir, işdə heç bir funksiyası yoxdur, bu tip fikirlərdədirlər. Amma əmin ola bilərsiniz ki, bəlkə də elə sizin iş yoldaşınız sizə demədən öz işlərində süni intellekti aktiv şəkildə istifadə edir. Baxın, bu kursumuz süni intellekt təlimi adlanır və burada mən ChatGPT, Gemini, Notebook, LM haqqında danışacağam. Hər birinin öz istifadə sahələri var. Bir çox yerlərdə biri digərini əvəzləyə bilir. Amma yenə deyirəm, əmin olun ki, siz əgər bugün süni intellektdən uzaq dayansaz, o zaman sizin rəqibləriniz qısa bir zaman ərzində gəlib sizi keçəcəklər. Və indi keçirəm digər bir vacib məsələyə. Son dövrlər çox populyar olan bir sual. Süni intellekt işimizi əlimizdən alacaqmı? Əgər sən yaxşı bir mütəxəssissənsə, böyük ehtimal ki, yox. Amma süni intellekt sənin işini əlindən almasa da, süni intellektdən istifadə edən rəqibin sənin işini əlindən ala bilər. Yəni, bayaq dediyim məsələyə təzədən qayıdıram. Tutaq ki, mən hansısa bir sahədə fəaliyyət göstərirəm, uzun illərdir təcrübəm var, 10 illik təcrübəmə arxalanmışam və müəyyən bir rahatlıq var məndə. Süni intellekt məni maraqlandırmır, heç ondan maraqlanmaq istəmirəm, öyrənmək istəmirəm. Digər bir iş yoldaşım var. Məsələn, mən də filial müdürü olmaq istəyirəm, o da, onun təcrübəsi daha azdır. Amma mənim xəbərim olmadan o süni intellektdən aktiv olaraq istifadə edir və öz işlərində süni intellekti aktiv olaraq işlədir. Böyük ehtimal ki, əgər hər hansı bir seçim olsa və rəhbərlik mənlə onu müqayisə eləsə, süni intellekti onun üçün bir plus kimi qəbul edəcək və artıq filial müdürü mən yox, o olacaq. Ona görə mütləq yadda saxlayın, bu önəmli bir məsələdir. Böyük ehtimal ki, sizin işinizi əlinizdən alan süni intellekt yox, süni intellektdən istifadə etməyi bacaran başqa bir rəqibiniz olacaq. Ona görə mütləq şəkildə süni intellekt alətlərindən istifadə etməyi öyrənin və işə tətbiq etmə qaydalarını öyrənin. Baxın, önəmli bir məsələ var. Ətrafımda olan bir çox insanlara baxıram. Onlar sadəcə süni intellekti nəsə şablon suallar vermək üçün istifadə edirlər. Yəni, məsələn, ChatGPT-ni və ya Google Gemini-yi Google axtarış sistemi kimi istifadə edirlər. Google-da yazacaqları hər hansı bir şeyi götürüb o formada süni intellektə yazırlar. Amma təbii ki, süni intellektin istifadə sahəsi bu deyil. Birazdan nümunələrə keçəcəm. İndi keçirik digər bir slayda. Burada gördüyünüz kimi qısa müzakirə var. 1, 2, 3, 4 dənə maddə yerləşdirmişəm. Birinci maddə nə üçün süni intellektlə işləməyi bilməlisən? Artıq məncə bunu izah elədim. Çünki dövr onu tələb edir. Əgər süni intellektdən uzaq dayansan, müəyyən bir müddətdən sonra rəqabətdə uduzacaqsan və sənin yerini başqa bir işçi alacaq. Texnologiyadan geri qalsam nə olar? Bunu da izah elədim. Yəni, texnologiyadan geri qalmaq artıq müasir dövrdə
çox böyük bir sizin üçün mənfi nəticələrə gətirib çıxara bilər, rəqibləriniz sizi üstələyə bilər. İş fəaliyyətimdə mənə nə faydası var? Bundan bağlı mən növbəti bölmələrdə nümunələr göstərəcəm sizə. Öz işimlə bağlı da nümunələr deyəcəm indi videonun sonraki hissələrində və ofisdə məhsuldarlığı necə artıra bilərəm. Bax, bu sualların hər birinin cavabını onsuz da bu kursda, növbəti videolarda tapacaqsınız. Amma gəlin bir dənə nümunə deyim mən sizə, daha aydın olması üçün. Mən bildiyiniz kimi müəlliməm, biraz əvvəl də dedim, informatika sahəsində işləyirəm, təlimçiyəm. Elə olur ki, tutaq ki, həftənin 5-ci günüdür, mən gəlmişəm axşam saat 6-da, 7-də işdən evə və çox yorğunam. Amma sabah bir sınaq var, 20 sualdan ibarət bir sınaq hazırlamalıyam. Məcburən yorğun şəkildə bu sınaqların suallarını yazmalıyam, tərtib eləməliyəm və daha sonra suallarda səhvlik olmasın deyə bir neçə dəfə yoxlamalıyam. Əvvəllər bax, iş standart olaraq bu şəkildə olurdu. Sınağı yazırdım yorğun vəziyyətdə, bir neçə dəfə yoxlayırdım səhvlər olmasın deyə. Amma təəssüflər olsun ki, insan həmişə səhv eləyə bilir və nəsə gözümdən qaçırdı. Amma son illər, xüsusən bu ChatGPT-nin ortaya çıxmasından sonra iş daha fərqli formada gedir. Mən gəlirəm, sınağı hazırlayıram, cavabları yazıram A, B, C, D, Y variantı və bu sualları daha sonra kopyalayıb göndərirəm ChatGPT-yə. Ona belə bir təlimat verirəm. Bu sualları yoxla. Birinci növbədə bax gör hərf səhvi, cümlə quruluşu ilə bağlı bir problem varmı? Əgər varsa bununla bağlı mənə məlumat ver və yaxud da düzəlt bunu. Bu birinci təlimat. İkinci təlimat nədir? Bütün sualları yoxla və düzgün cavabları mən orada müxtəlif formalarda qeyd edirəm. Məsələn, A variantı düzgün cavabdırsa orada 2 mötərizə yazıram və s. Və qeyd edirəm ki, sən testləri işlə, həll elə, bax gör mənim aldığım cavabla sənin aldığın cavab üst-üstə düşürmü? Və burada bir dənə məsələ var. Nəzərə almalısınız ki, süni intellekt özü də təəssüflər olsun ki, səhv eləyə bilir. Ona görə bir dəfə ChatGPT misal üçün testləri yoxlayır, ondan sonra hər ehtimala qarşı düzəlişlər varsa düzəlişləri edirəm, yeni versiyanı Google Gemini-yə göndərirəm və eyni şeyləri ondan da istəyirəm. Təzədən bir də o da yoxlayır, əgər problem görsə, bununla bağlı mənə məlumat verir və həqiqətən həmin problem varsa, təbii ki, süni intellektə gözü yumulu formada güvənmək olmaz. Mən o problemi aradan qaldırıram. Hətta belə bir şey də eləyə bilərsiniz. Tutaq ki, siz təkcə ChatGPT-də işləyirsiniz. Baxın, ChatGPT-yə sualları göndərin və ya öz işinizə bunu tətbiq eləyə bilərsiniz. Yoxlasın. Tutaq ki, 5-ci sualda nəsə səhv var, onu düzəltdiniz və yeni söhbət pəncərəsi açırsınız, yeni bir söhbətə keçirsiniz. Düzəldilmiş variantı təzədən bir də göndərirsiniz. Və təzədən bir də yenə süni intellekt bu sualları yoxlayır. Siz öz işinizə bax bu şəkildə uyğunlaşdıra bilərsiniz. Təbii ki, sizin işiniz mütləq deyil müəllim olsun, başqa bir sahədə işləyə bilərsiniz. Yəni artıq burada sizin özünüzün xəyal gücü önə çıxır. Hansı işlərimdə ChatGPT və ya digər süni intellekt alətləri mənə kömək eləyə bilər. Davam edirik. Nə üçün AI bilməliyəm? Artıq bunun da cavablarını verdim. Məncə sürətli şəkildə buradakı maddələrə baxaq. Birinci bu zamanın tələbidir, ikinci universal bacarıqlardır. Hər hansı bir sahədə yüksəlmək üçün, uğur qazanmaq üçün və ya vaxta qənaət etmək üçün mütləq şəkildə süni intellektdən istifadə etməlisiniz və idarəetmə gücü, texnologiya idarəetmə tərəfdə sizə çox böyük kömək eləyə bilər. Keçirik növbəti anlayışlara. Yaxşı, süni intellektin karyeranızda faydaları nə ola bilər? Baxın, sürətli öyrənmə, yaradıcılıq, analitik üstünlük və peşəkar image, bunları qeyd eləmişəm. Sürətli öyrənmə nədir? Siz hər hansı, tutaq ki, şirkətdə yeni bir proqram artıq istifadə etməyə başlayırsınız, onu süni intellektin köməyi ilə sürətli öyrənə bilərsiniz və ya hər hansı təzə qaydaları və s. bunu analiz edə bilərsiniz. Yaradıcılıq. Yaradıcılıq nədir? Hər hansı bir ideyanın ortaya çıxmasında və ya təkmilləşdirilməsində süni intellekt sizə kömək ola bilər. Analitik üstünlük. Bir çox hallarda siz şirkətdə, iş yerlərində böyük məlumatları analiz etmək məcburiyyətində qalırsınız. Məsələn, 100 səhifəlik bir PDF var, oradakı məlumatları analiz etməlisiniz. Bax, bunu ChatGPT və ya digər süni intellekt alətləri sizin üçün daha sürətli edə bilər. Və peşəkar image, yenilikçi kadr anlayışı. Bu da bayaq dediyim məsələdir. Birinci işçi süni intellektdən istifadə etmir, ikinci işçi isə süni intellektdən aktiv istifadə edirsə, o həmişə müdiriyyətin gözündə bir pillə, hətta bir neçə pillə yuxarıda olacaq. Yəni, müdiriyyət belə yanaşacaq, əgər müasir düşüncəli bir müdiriyyətdirsə, rəhbərlik müasir düşüncəyə malikdirsə, belə yanaşacaq. Digər işçi tənbəldir, özünü inkişaf etdirmir, amma məsələn A işçi deyək, B işçi isə daha sürətli formada öyrənir, süni intellekti ilə işləməyi bacarır, işləri daha tez yerinə yetirir və səhvsiz yerinə yetirir.
Keçək növbəti hissəyə, kursda öyrənəcəkləriniz. Əgər siz bu kursa qoşulsanız, növbəti videolarda, növbəti dərslərdə nələr öyrənəcəksiniz? Birinci növbədə ChatGPT, daha sonra Gemini, daha sonra da Notebook LM. Baxın, süni intellekt sürətlə inkişaf edir, güclü şəkildə yeni təkmilləşmələr ora əlavə edirlər və s. Əvvəllər mən uzun müddət ChatGPT istifadə edirdim. Ara sıra Google Gemini-dan da istifadə edirdim, amma Google Gemini məni qane etmirdi. Lakin son günlər mən noyabr ayında çəkirəm bu videonu. Noyabrın 20-sindən sonra 23-ü, 25-i yəqin ki, bu müddət ərzində Gemini-də, Google Gemini-də yeniləmələr oldu. Ciddi şəkildə Google Gemini təkmilləşdirildi və bundan sonra artıq mən hiss edirəm ki, bir çox işlərin görülməsində ChatGPT ilə müqayisədə Google Gemini daha üstündür. Növbəti videolarda müqayisələr də edəcəm və Notebook LM. Notebook LM çox fantastik bir süni intellekt alətidir. O da Google şirkətinə aiddir. Və Notebook LM kimlərə lazımdır? Bax, müəllimlər istifadə edə bilər, tələbələr, şagirdlər, öyrənmək istəyən hər hansı bir şəxs Notebook LM-dən istifadə edə bilər. Sosial şəbəkələr üçün video hazırlamaq istəyənlər Notebook LM-dən istifadə edə bilər. Araşdırma üçün mükəmməldir. Video və ya səsli özət hazırlamaq üçün mükəmməldir. Bununla bağlı da sizə növbəti bölmədə nümunələr göstərəcəm. Yəqin ki, artıq slaytlarımızın sonuna gəlib çatdıq. Sonda, deməli, bundan sonraki bu giriş videomuz idi. Mən sizə burada ümumi məlumat verməyə çalışdım. Bundan sonraki bölmədə süni intellektin tətbiq sahələri ilə bağlı mən sizə məlumatlar verəcəm. Və siz görəcəksiniz ki, süni intellekti işdə necə istifadə etmək olar. Misal üçün, belə suallar çox vaxt qarşımıza çıxır. Deyirlər ki, süni intellektlə nə isə başa salmaq çox çətindir. Uzun-uzun yazmalısan və ona izah eləməlisən ki, sən ondan nə istəyirsən. Amma hər dəfə bunu eləmək məcburiyyətində deyilsiniz. Xüsusi üsullar var ki, siz bir dəfə süni intellekti özünüzə uyğun olaraq bir növ proqramlaşdırırsınız. Və bundan sonra o sizin hər dediyinizi çox rahat bir şəkildə başa düşür. Hətta süni intellektdən elə istifadə edə bilərsiniz ki, ona heç bir təlimat verməyə ehtiyac olmasın. Məsələn, bayaq dediyim misala təzədən qayıdıram. Mən birbaşa 10 dənə, 20 dənə sualı götürüb ChatGPT-yə atıram, heç nə yazmıram. Avtomatik olaraq o başlayır sualları yoxlayır. Əgər hərf səhvi, cümlə quruluşunda bir problem varsa, bununla bağlı mənə məlumat verir. Daha sonra 20 dənə sualını tutaq ki, 20 dənə sual var. Hər birini bir-bir yoxlayır. Hansında xəta varsa, o xəta ilə bağlı mənə məlumat verir və mən də avtomatik olaraq artıq bu xətaları düzəldirəm. Rahat bir şəkildə xətaları düzəldirəm, səhvsiz bir sınaq hazırlamış oluram. Dediyim kimi, mən öz iş sahəmə aid sizə misal verirəm, amma siz də bunu öz iş sahənizə istiqamətləndirə bilərsiniz, yönləndirə bilərsiniz. Bu videonu artıq yekunlaşdırırıq. Dediyim kimi, növbəti bölmədəki videolara baxın. Mən orada bir neçə praktiki olaraq necə süni intellekti tətbiq etmək olar öz işinizdə, ondan bağlı nümunələr göstərəcəm. Sağ olun.